Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz sizlə yenə də video izahlarımıza davam edirik. Video izahlarımız yeni test topludan, informatika yeni test toplusundandır. Artıq biz kanalımıza verilənlər bazasına qədər olan bütün bölmələrin izahlarını tam şəkildə yerləşdirmişik. Hər bir sual izahı kanalımızda var. Bu bölmələrin izahlarını kanalımızdan izləyə bilərsiniz. Bugün isə verilənlər bazasına aid olan test nümunələrini nəzərimizdən keçirəsik, onların izahlarını sizə təqdim eləyəsik və hər videoda olduğu kimi bu videoda diqqətinizə çatdırım ki, kanalımızda yalnız test izahları yox, müxtəlif nəşriyyatların sınaq izahları, daha sonra mövzu izahları da yer alır. Yəni bölmələr üzrə bəzi bölmələrin izahları da yer alır. Tədris ilinin ərzində çalışacağıq ki, bütün video izahları da, mövzular və video izahları da kanalımıza yerləşdirək ki, yəni özü hazırlaşan, informatika öyrənmək istəyən hər bir şəxs bu materiallardan yararlanıb istifadə edə bilsin. Və onu da nəzərinizə çatdırım ki, bizim hal-hazırda həm əyani, həm onlayn qruplarımıza qeydiyyat davam eləyir. Dərslərimizə qatıla bilərsiniz. Dərslərimizə qatılmaq üçün 070 204 8087 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimizdə hal-hazırda həm mövcud olan qruplara, həm də oktyabr ayından yeni başlayacaq qruplarımıza qeydiyyat davam eləməkdədir. Əyani dərslərimiz isə yalnız Neftçilər metro stansiyası yaxınlığında keçirilir, Neftçilər ərazisində keçirilir. Onlayn dərslərimiz isə Zoom platforması üzərindən keçirilir. Hətta onlayn dərslərimizin video qeydlərindən də nümunə dərs kimi kanalımızda yerləşdirilib və oradan da onlayn dərs gedişatına baxa bilərsiniz. Çox vaxt uzatmaq istəmirəm. Əgər suallarınız yaranarsa gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz, suallarınızı cavablandıraram. İndi isə keçirik verilənlər bazasına aid olan test nümunələrinin izahlarına. Aha. Üzr istəyirəm. Başlayırıq birinci sualımızdan. Verilənlər bazası. Birinci sualda bizə nə deyir? Verilənlər bazasındakı cədvəl fraqmentinə əsasən sahələrin tiplərini müəyyənləşdirin. Deməli, burada nə verilibdir? Müəssisənin adı. Müəssisənin adında nə görürsünüz? Mətn tipli verilənlər görürsünüz. Daha sonra müəssisənin büdcəsi. Müəssisənin büdcəsində valyuta tipli verilənlər görürsünüz. Və daha sonra fəaliyyətə başladığı vaxt, burada da vaxt tarix tipli verilənlər görürsünüz. Deməli, birinci nə oldu? Mətn variantı uyğun gəlir. İkincisi nə oldu? İkincisi bu valyuta tipidir. Yəni burada siz qiymətlər ədədlərlə saxlansa da xanada dollar işarəsi valyuta görürsünüz. Yəni burada number ola bilməz. Ona görə A variantı getdi, B variantı getdi. C variantı, D variantı, baxırsınız text, currency valyuta tipidir və sonuncu da vaxt tarix tiplidir. Birinci sualımızın cavabı bizdə olacaq Y variantı. Baxırıq ikinci sualımıza. İkinci sualda bizə nə deyir? Maşınlar adlı verilənlər bazası cədvəlinin miqdar sahəsi artma ardıcılığı ilə çeşidləndikdə Toyota markalı maşın cədvəldə neçənci sırada olacaq? Deməli, miqdar sahəsində artma ardıcılığı nə deməkdir? Yəni, miqdar sahəsində azdan çoxa doğru düzülmə olacaq. Birinci ən az olan Hyundai gəlib dayanacaq. Yəni birinci yerdə azdan çoxa düzəcəyik də biz bunu. Sonra ikinci yerdə Toyota gəlib dayanacaq. Elə bizdən də soruşur ki, Toyota markalı maşın cədvəldə neçənci sırada olacaq? İkinci sırada gəlib dayanacaq. İkinci sualımızın da cavabı B variantı olur. Üçüncü sual, verilənlər bazasının idarəetmə sistemlərinə aid proqramları seçin. Deməli, burada MySQL, Yukon, ondan sonra CorelDRAW qrafikdir, Pascal proqramlaşdırma dilidir. Bir də OpenOffice Database. Üçüncü sualda cavabımız olasıdır Y variantı. Dördüncü sualda Access-də olan sahə tiplərini seçin. Deməli, sahə tiplərindən memo var. Ondan sonra Scientific bu sahə tipi deyil. Bu Excel-də
xana tipidir verilənlərin daxil olunmasında. Hyperlink, hiperistinat tipli sahələr var. Currency, bayaq adını çəkdik, maliyyə tipli, valyuta tipli sahələr var. Fraction, percentage, bunlar kəsr və faizdir. Bunlar Excel-də xana tipləridir. 2, 5, 6. Yerdə nə qaldı? 1, 3, 4, 4-cü sualımızın cavabı bizdə nə olacaq? Y variantı olacaq. Baxırıq 5-ci suala. Verilənlər bazasında cədvəllərin sətirləri hansı termin ilə ifadə olunur? Verilənlər bazasında cədvəlin sətri deyirsə, sətrə biz sətr deyə bilərik, yazı deyə bilərik, cədvəlin yazısı və bir də kortej deyə bilərik. Yəni bu üç termindən sətr, yazı, kortej terminləri bilin ki, eyni terminlərdir cədvəlin, yəni sətrin bildirir. 5-ci sualda cavabımız olacaq A variantı. 6-cı sualda verilənlər bazasında cədvəllər arasındakı əlaqənin tipi deyil. Məsələn, baxırıq, birin çoxa. Deməli, birin çoxa əlaqəsi verilənlər bazasında əlaqə tipi ola bilər. Bu çıxdı. Birin çoxa nə deməkdir? Yəni, məsələn, bir müəllimin çoxlu şagirdi ola bilər. Burada əlaqə, belə deyək də, birin çoxa əlaqəsidir. Bir müəllimin çoxlu şagirdi. Sonra birin birə əlaqəsi. Birin birə əlaqəsi də ola bilər. Məsələn, bir ölkənin bir paytaxtı olur, bir paytaxt da bir ölkəyə aid olur. Burada əlaqə birin birədir. Burada birin ikiyə xüsusi əlaqə olaraq yoxdur. Birin birə, birin çoxa, çoxun birə, bir də çoxun çoxa əlaqəsi var. Məsələn, çoxun birə əlaqəsi. Misal üçün, çoxun birə, çoxun çoxa əlaqəsi necədir? Məsələn, biz dedik ki, bir müəllimin çox şagirdi və yaxud tələbəsi ola bilər. Onun əksini düşünək. Çox müəllimin bir tələbəsi ola bilər. Yəni, məsələn, X bir şagird 5 dənə müəllimin yanına hazırlığa gedirsə, burada əlaqə çoxun birə, yəni çox müəllimin bir şagirdi. Və çoxun çoxa əlaqəsi də misal üçün nəyi nümunə göstərmək olar çoxun çoxa əlaqəsinə? Tutaq ki, ixtisas seçiminə baxın. İxtisas seçimində bir tələbə bir çox universitet arasında seçim eləyir. Yəni 15-20 universitet arasında seçim eləyir. Eyni zamanda da bu bir tələbənin çox universitet seçməsi də eyni zamanda da bir universitet çox tələbə qəbul eləyir. Burada artıq əlaqə çoxun çoxa əlaqəsidir. Bu birin ikiyə demək elə birin çoxa demək kimi bir şeydir. Yəni xüsusi olaraq birin ikiyə əlaqəsi yoxdur. 6-cı sualda cavabımız C variantı olasıdır. Baxırıq 7-ci suala. 7-də bizə nə deyir? Verilənlər bazasında işçinin kodu, işçinin adı, işçinin soyadı, işçinin vəzifəsi, əmək haqqısı deməli sahələrindən ibarətdir. Bu sahələrdən hansına açar qoymaq məqsədə uyğundur? Deməli, birinci açar anlayışı ilə tanış olaq. Cədvəldə açar anlayışı nəyi bildirir? Deməli, açar anlayışı yadınızda saxlayın. Açar cədvəlin elə bir sahəsinə, sahə deməkdə sütun deməkdir. Elə bir sütununa təyin olunmalıdır ki, həmin sütundakı məlumat, belə deyək də, cədvəlin digər sətrindəki məlumatdan fərqlənsin. Yəni, cümləmiz biraz qarışıq gələ bilər. Gəlin bunu daha da belə açaq, aydınlaşdıraq. Nədir məsələmiz? Məsələn, tutaq ki, açar nəyə tətbiq olunur? Fərz eləyək ki, cədvəldə Gərayzadə Fərid Vüqar oğlu məlumatları saxlanılıb və bu adda, soyadda, ata adında olan ikinci bir şəxs var. Adətən verilənlər bazası cədvəllərinə bu məlumatları eyni obyekt haqqında məlumatı 2 dəfə daxil etmək mümkün deyil. İndi bu Gərayzadə Fərid Vüqar oğlu haqqında əgər bunlar iki fərqli şəxsdirsə, bunları bir-birindən fərqləndirən bir məlumat mütləq olmalıdır. Yəni, eyni məlumatları daşıyan şəxslərin, yəni ad, soyad, ata adı, ondan sonra ünvan, eyni məlumatları daşıyan şəxslərin mütləq bir-birindən fərqləndirən hər hansısa bir məlumat var. Və açar yalnız həmin sahə ola bilər. Bu, verilənlərin bir qiymətli təyin olunmasını təmin eləyir. İndi gəldik, baxdıq. İşçinin adı
İşçinin adı, yəni məsələn, ola bilər ki, bir cədvəldə 5 nəfərin adı eyni olsun. Bu açar sahə təyin oluna bilməz. İşçinin soyadı. Ola bilər ki, cədvəldə 3 nəfərin soyadı eynidir. Bu da açar sahə təyin oluna bilməz. İşçinin vəzifəsi. Məsələn, tutaq ki, mən məktəbdə işləyirəm. Məktəbdə vəzifəmiz nədir? Müəllimdir. Tutaq ki, məktəbin cədvəlində demək olar ki, vəzifə hissəsində hər kəsin müəllim olduğu vurğulanıbdır. Yəni məlumatlar təkrarlanır. Bu da belə deyək də, açar sahə təyin oluna bilməz. Əmək haqqı. Əmək haqqı da yenə ola bilər ki, bir şirkətdə, bir müəssisədə 5 nəfər eyni maaşı alsın. Bu da açar sahə ola bilməz. Açar sahə nə olmalıdır? Unikallığı ilə fərqlənməlidir. Yəni, açar olan sahədə, yəni həmin sütunda mütləq bütün məlumatlar fərqli olmalıdır. Bu da nədir? İşçinin kodu. Elə bilin ki, sizin şəxsiyyət vəsiqələrinizin fin kodu sizin unikal məlumatınızdır. Yalnız sizə məxsusdur. Sizin şəxsiyyət vəsiqənizin fin kodundan ölkədə ikinci bir şəxsdə təkrarlanmır. 7-ci sualda cavabımız olası B variantı. Bir də təkrarlayıram. Açar o sahə təyin oluna bilər ki, o sütunda heç bir məlumat ümumiyyətlə təkrarlanmasın. 8-ci suala baxıram. 8-ci sualda deyir ki, relyasiya modeli əsasında qurulmuş verilənlər bazasında cədvəllərin sayı ən az neçə ola bilər? Ümumiyyətlə, verilənlərin müxtəlif modelləri var. Onlardan da biri relyasiya modelidir. Relyasiya modelinin əsasını cədvəllər təşkil edir və relyasiya modelində yaradıla biləcək ən az cədvəl sayı, yəni minimum bir dənə cədvəl yaratmalısınız ki, siz ona baza deyə biləsiniz. Yəni, ən az bir dənə cədvəl yaratmalısınız. 8-də cavabımız D variantı. Hansı mülahizə doğrudur? 9-cu suala baxırıq. Qurulmasında yalnız bir yazı iştirak edən sorğular sadə sorğulardır. Qurulmasında yalnız bir sahə iştirak edən sorğular sadə. Hə, ümumiyyətlə sorğu nədir? Sorğular, indi birazdan biz sorğularla bağlı məsələlər işləyəcəyik. Məsələlər işləyəndə də biz belə deyək də, məsələlərə baxanda yazı sətirdir, sahə sütundur. Yəni biz yalnız bir sətrə baxıb sorğu apara bilmərik. Sorğu aparmaq üçün biz gərək sütunlara baxaq, yəni cədvəlin sütunlarına. Və sadə sorğu bir sütunun, yəni bir sahənin iştirak elədiyi sorğudur. 9-cu sualda cavabımız olasıdır B variantı. Verilənlər bazasında rəngi ağ olmayan avtomobilləri seçmək üçün hansı sorğu verilməlidir? Deməli, rəngi ağ olmayan deyir də bizə. Gələk baxaq. Burada rəng bərabərdir ağ. Bu konkret ağ rəng olanları seçməyə imkan verəcək. Amma burada B variantına baxın. Not inkar hissəsidir. Hər hansısa bir şərti inkar eləyir. Nə deyir? Not rəng bərabərdir ağ. Elə bu ağ rəng olmayanları seçməyə imkan verəcək. Deməli, sonra baxırıq 11-ci suala. Verilənlər bazasında ixtiyari cədvəl üzərində hansı əməliyyatlar yerinə yetirildikdə həmin cədvəlin strukturu dəyişməz. Cədvəlin strukturu nə zaman dəyişir? Yadınızda saxlayın. Cədvəl, tutaq ki, sizin bir cədvəliniz var əlinizdə. Məsələn, burada ad məlumatları var, burada soyad məlumatları var, burada ata adı məlumatları var, ata adı. Cədvəliniz belədir. İndi burada cədvəlin strukturu nə zaman dəyişəcək? Cədvəldən hər hansısa bir yeni sütun əlavə olunduqda və yaxud yeni bir sütun silindikdə. Məsələn, tutaq ki, mən bura gətirib əlaqə məlumatı, bu cədvələ əlaqə məlumatı deyə bir sütun əlavə eləsəm, cədvəlin strukturu dəyişəcək. Və yaxud ad, soyad, əlaqə, ünvan əlavə eləyirəm. Gəlirəm, deyirəm ki, ata adı buradan çıxıram. Deməli, cədvələ sütun dəyişikliyi olsa cədvəlin strukturu dəyişir. Yəni, sütun artsa və yaxud sütun azalsa. İndi baxırıq 11-ci sualda. Cədvələ ixtiyari bir yazı əlavə etdikdə. Yazı nə deməkdir? Sətr. Sətr əlavə olanda struktur dəyişmir. 1. Elə məndən də dəyişilməz soruşur. Cədvələ yeni tipli sahə əlavə etdikdə. Sahə sütun deməkdir. Sütun əlavə eləyirəmsə, struktur dəyişəcək. Deməli, B çıxır, Y çıxır. Cədvəldən ixtiyari bir sahə sildikdə. Sahə sütun deməkdir. Sütun siləndə struktur dəyişir. 3 çıxdı, A da çıxdı. Qaldı 4 ilə 5 cədvəldəki yazıların, sətirlər ixtiyari qaydada düzülə bilər. Onların yer dəyişməsi heç bir problem yaratmır və strukturu dəyişmir. Elə burada bir də 4-ü götürməliyəm.
Cədvəldə ixtiyari bir sahənin tipini dəyişdikdə struktur dəyişir. 5-i də götürmürəm. D çıxdı, qaldı 11-ci sualda C variantı. Sahənin tipini dəyişmək nə deməkdir? Yəni, məsələn, sahədə əvvəl olub ədəd tipində verilənlər, mən sonra ora dəyişiklik edib onu metr tipinə çevirmişəmsə, bu nədir? Strukturun dəyişməsidir. 12-ci sualda nə deyir bizə? Verilənlər bazası haqqında yanlış mülahizənin sayını müəyyənləşdirin. Deməli, gələk baxaq. Bir neçə sütuna eyni ad vermək mümkün deyil. Elə bir yanlış budur. Bir neçə sütuna eyni ad vermək mümkündür deyir, yanlışdır. Sətir və sütunlar ixtiyari ardıcıllıqla düzülə bilər. Bəli, burada bir problem yoxdur. Cədvəldə təkrarlanan sətirlər ola bilər. Əslində deyir ki, cədvəldə təkrarlanan sətir olmamalıdır. Orada elə bir məlumat var ki, o cədvəl məlumatların, yəni sətirləri bir-birindən mütləq fərqləndirməlidir. Yəni Excel cədvəli açara görə cədvəldə məlumatların, Excel yox, üzr istəyirəm, Access cədvəli açar sahələrə görə məlumatların təkrarlanmasına icazə vermir. Başlıca açar xüsusi sahədir və həmin sahədə məzmun təkrarlanmır. Bu doğrudur. Verilənlərin şəbəkə modeli iki ölçülü cədvəl kimi də nəzərdə tutula bilər. Xeyr, şəbəkə modeli cədvəl şəklində təqdim oluna bilmir. Deməli, burada da 12-ci sualda cavabımız oldu D variantı. Sonra gəldik, baxdıq 13-cü suala. Verilənlər bazasına aid cədvəl fraqmentinə əsasən sahələrin sayını müəyyən edin. Sahə nə deməkdir? Sütun deməkdir. Biz burada sütunları saymalıyıq. 1, 2, 3, 4, 5 dənə sütun var. Deməli, 5 dənə sahəmiz var. 14-cü sualda verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Baxın, burada sorğu var. Sorğu nədir? Baxın, sorğu sütuna görə aparılır. Baxın, fən, bal. Fən sütununa və bal sütununa nəzərən. Yəni, burada iki sütununa nəzərən sorğu aparılır. Deyir ki, fənli informatika olanlar, ənd balı böyükdür 20 olanlar. And deyimi verilənlər bazasında and or not deyimləri var. Siz bunları rahat olsun deyə mən bunları çoxluq üzərində izah edəcəm bu tipli məsələləri sizə. Elə bilin ki, and deyimi çoxluqlar bölməsindəki kəsişmə əməliyyatına uyğun gəlir. Məsələn, tutaq ki, fənn informatika deyil. İnformatika olan sətir nömrələrini qeyd edeyim. Birinci sətir informatikadır. Sonra üçüncü sətir informatikadır. Sonra bir də 7-ci sətir informatikadır. 1, 3, 7. İndi gəldik, baxdıq. And nədir? Çoxluqların kəsişməsinə uyğun gəlir və əməliyyatı. Balı 20-dən böyük olanlar. Balı 20-dən böyük olanlar kimdir? 1-dir, 2-dir, 3-dür, 4-dür. Ondan sonra 5-də 6-dır. 5-dir, 6-dır. Bunların da balı 20-dən böyükdür. İki çoxluğun kəsişməsi onların ortaq elementlərindən təşkil olunur. Bu da nəyə bərabər olacaq? 1 və 3-ə. Sorğuya uyğun gələn ID nömrələrini müəyyənləşdirin. İdentifikasiya nömrələri 1 və 3 hər iki şərti ödəyir deyə 14-cü sualımızın cavabı bizdə olasıdır A variantı. Sonra gəldik, baxdıq 15-ci suala. Verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Bu cədvələ əsasən informatika bərabərdir 10, or xarici dil bərabərdir 10, ənd məntiq bərabərdir 25 sorğusu tətbiq edilmişdir. Sorğuya uyğun gələn yazıları müəyyənləşdirin. Deməli, or çoxluqların birləşmə əməliyyatına uyğun gəlir. Birinci mötərizənin içinə baxsaq, informatika və xarici dili 10 olanların birləşməsini götürməliyik. Deməli, 1-i götürürəm, çünki xarici dili 10-dur. 2-ni götürmürəm, nə informatikası, nə də xarici dili 10 deyil. 3-ü götürürəm, xarici dili 10-dur. 4-ü götürürəm, informatikası 10-dur. 1, 3, 4. Bu oldu bizim mötərizəmizin içərisindəki nəticə və təzədən mənə nə verib? And. And nə idi? Kəsişmə. Məntiqi 25 olanlar. Məntiqi 25 olanlar kimlərdir? Birinci sətir, ikinci sətir və dördüncü sətirdir. Bunların da kəsişməsi mənə nə verəcək? Bunların da kəsişməsi mənə sadəcə birinci və dördüncü sətirlər verəcək. 15-ci sualda cavabımız olacaq B variantı. Baxırıq 16-cı suala. Verilənlər bazasından cədvəl fraqmenti verilmişdir. Bu cədvəldə not, baxın, birinci not və mötərizə gəlibdir. Siz əvvəlcə mötərizənin için tapıb, sonra inkar eləməlisiniz. Yəni, birinci baxıram, yaşı 20-dən böyük olanlar kimdir? 2-dir.
yaşı 20-dən böyükdür. 4-dür, yaşı 20-dən böyükdür. 5-dir, 6-dır, 7-dir. 5-dir, 6-dır, 7-dir. İkinci sətirdə, dördüncü sətirdə, 5-ci, 6-cı, 7-ci sətirlərdə yaş 20-dən böyükdür. Sonra nə gəlir? Ənd. Ənd nədir? Kəsişmə. Cinsi kişi olanlar. Cinsi kişi olanlar kimlərdir? 2-dir. Daha sonra 6-dır, 7-dir. 2, 6 və 7. İndi bunların kəsişməsi bizə elə nəyi verəcək? Bunların kəsişməsi bizə verəcək 2, 6 və 7-nin özü. İndi yəni bu mötərizənin son nəticəsi budur. 2, 6, 7. Not nə deyir? Not da deyir ki, bunları inkar eləyirəm. Bunları götürə bilmərəm. Yəni not 2, 6, 7. 2, 6, 7-ni götürmə. 2-ni götürməyəcəm, 6-nı götürməyəcəm, 7-ni götürməyəcəm. Sorğuya cavab verənlər 1 olacaq, 3 olacaq, 4 olacaq, 5 olacaq. Bizə deyirdi ki, bu sorğuya neçə yazı cavab verər? 1, 2, 3, 4 dənə. 16-cı sualda da cavabımız A variantı olası. Baxdıq 17-ci suala. 17-ci sualda verilənlər bazasındakı cədvəldə yazıların unikal identifikatoru kimi istifadə olunan sahəyə nə ad verilir? Söhbət nədən gedir? Açarlı sahədən. Başlıca açar, unikal identifikator. Yəni, ümumiyyətlə o sütundakı məlumatlar təkrarlanmır. Başlıca açar. C variantı. Verilənlər bazasının hansı cədvəlləri arasında birin birə əlaqəsi var? Elə bayaq bu nümunəni dedim mən sizə. Ölkələr, paytaxtlar. Nəyə görə? Çünki bir ölkənin bir paytaxtı, bir paytaxtda da bir ölkəyə aid olur. 19-cu sual. Teacher verilənlər bazasında aşağıdakı formada sorğu tətbiq edilərsə, nəticədə alınan cədvəldə olan şəxslərin ID-lərini müəyyənləşdirin. Deməli, baxaq görək, bu cədvələ aşağıdakı formada sorğu. Deməli, nə deyir? Kriteriya deyir ki, maaşları böyük bərabər 500 olsun. Maaşları böyük bərabər 500 olsun. Və iş təcrübəsi də 8 ildən kiçik bərabər olsun. Maaşı 500-dən böyük bərabər, baxıram hansını götürə bilərəm. Maaşı 500-dən böyük bərabərdir, iş təcrübəsi 8, aidisi 111 olan Ömər müəllimi götürəsiyəm. Maaşı 500-dən böyük bərabər deyil. Gəlib baxıram burada. Nigar 342 ID ilə maaşı 500-dən böyük bərabər və iş təcrübəsi də 8-dən kiçik bərabərdir. Bu Nigarı götürmək olar. Sonra Elif'i götürmək olar. Çünki maaşı 500-dən böyük bərabər və iş təcrübəsi 8-dən kiçik bərabərdir. Bu Aliya ilə Sevinç 15-12 8-dən böyükdür və Caviddə də maaş 500-dən böyük deyil. Deməli, mən hansı ID-ləri götürə bilərəm? 111, 342, 561. O da bizdə 19-cu sualda Y variantında verilir. Baxıram 20-ci suala. Verilənlər bazasının işçilər cədvəlində ad, vəzifə, yaş və maaş sahələri var. Əgər cədvəldə axtarış sorğusuna əsasən yaşı kiçikdir 30, or maaşı böyükdür 900, hansı işçilər əks olunacaq? Deməli, burada or birləşmədir. Yəni, bütün yaşı 35-dən kiçiklər birləşəcək bütün maaşı 900-dən böyük olanlarla. Burada da gəlib baxsam, maaşı 900 olan, amma burada böyükdür 900. 900 olan yox, 900-dən çox olan. Burada maaşı 900-dən çox olmayan deyir. Bu da yanlışdır. 900-dən çox olan olmalıdır. 900-dən az o böyük veribdir. Az olan yanlışdır. 900-dən çox olmayan yanlışdır. Çünki böyük 900 veribdir. Bir dənə elə Y qalır. Maaşı 900-dən çox olan və yaxud 35-dən kiçik olanların hamısı. 20-ci sualda cavabımız Y. 21-də verilənlər bazasındakı məktəb cədvəlinə tətbiq olunan şagird sayı çıxaq əlaçı sayı kiçikdir 1200 sorğusu nəticəsində tapılan sıra nömrələrini müəyyənləşdirin. Deməli, nə edirik burada? Gəlirik, baxırıq buradan. Şagird sayı çıxaq əlaçı sayı kiçikdir 1200-dən. Deməli, burada birinci sətrə baxsaq, şagird sayı 2250-dir. 2250-dən 214-ün çıxsam, bu 1200-dən kiçik olmayacaq. Elə qoy bir dəqiqə çıxaq baxaq. 2250 çıxaq 214. Bu bizə verir 2036. Birinci sətr ödəməyəcək. Sonra ikinci sətr amma ödəyər. Çünki 1400-dən çıxanda 276-sı bu bizə verəcək 1124. 1124. Bu da 1200-dən kiçikdir deyə bu ödənir. Sonra baxıram,
Üçüncü sətirdə ödənəcək. Nəyə görə? 931-dən 62 çıxsam 1200-dən kiçik olacaq. Üçüncü sətr ödənir. Amma 1496-dan 101 çıxsam 1200-dən kiçik olmayacaq. 625-dən 324 çıxsam 1200-dən kiçik olacaq. Və 1474-dən 86 çıxsam 1200-dən kiçik olmayacaq. Deməli, 21-ci sualda cavabımız 2, 3, 5 D variantı. 22-ci sualda verilənlər bazasındakı cədvələ aşağıdakı sorğu tətbiq edilərsə, hansı nömrəli yazılar sorğuya cavab verər? Deməli, baxaq, birinci nə gəlir bizdə? Vəzifəsi mühasib, OR vəzifəsi satış nümayəndəsi. Deməli, mühasib və satış nümayəndələrinin hamısını götürməliyəm, çünki OR-la veribdir bizə, OR birləşmədir. Vəzifəsi mühasib 1, vəzifəsi mühasib 2, vəzifəsi satış nümayəndəsi 3, vəzifəsi mühasib 4, meneceri götürmürəm, bir də vəzifəsi satış nümayəndəsi 6. Gəlir nə? Ən staj böyük bərabərdir 5. Deməli, bunu kəsişdirəsiyəm nə ilə? Stajı 5-dən böyük bərabər olanlardan. Stajı 5-dən böyük bərabər olanlar kimdir? 3-dür, 4-dür, 1-dir, 3-dür, 1, 1-dir, 3-dür, sonra 4-dür, sonra 6-dır. Bunların kəsişməsi elə bizə verəcək 1, 3, 4, 6. 1, 3, 4, 6-nı. Sonra təzədən bir də and, bir dənə də kəsişmə. Maaşı 1200-dən kiçik bərabər olanlar. Bu da 1-dir, 4-dür, 5-dir, 6-dır. 1200-dən kiçik bərabər olanlar 1-dir, 4-dür, 5-dir və 6-dır. Yəni bu sətirlərdir. Bunların da kəsişməsi mənə 1, 4, 1, 4, 6-nı verər. Bircə dəqiqə. Nədə yanlış elədim mən? 1, 4, 6 yoxdur cavabımızda. 2, 4, 6 var. Hardasa yanlış eləmiş olmalıyam. Bircə dəqiqə. Vəzifəsi mühasib, OR, vəzifəsi satış nümayəndəsi. 1 mühasib, 2 mühasib, 3 satış nümayəndəsi, 4 mühasib, 5-i götürmürəm, 6 satış nümayəndəsi. Bu mötərizə getdi. Bu mötərizədən sonra gəlib nəyə baxıram? Ən staj böyük bərabər 5. Stajı 5-dən böyük bərabər olan 1-dir, 3-dür, 4-dür. Mən buradakı 6-nı yazmışam. Bu 5 imiş. Üzr istəyirəm. Bu 5 imiş. Yəni 5-ci sətri götürməliyəm mən. 1, 3, 4, 5. Buradan götürürəm 1, 3, 4-ü. 1, 3, 4-ü. Yəni bunların kəsişməsinə. Sonra 1, 3, 4-ün maaşı kiçik bərabər 1200 olanlarda 1-dir, 4-dür, 5-dir, 6-dır. 1, 3, 4-ün 1, 4, 5, 6 ilə kəsişməsi bizə 1, 4 verəcək. Burada cavabımız 22-də D variantı olar. Sonra gəldik, baxdıq 23-cü suala. Nə deyir biz 23-cü sualda? Verilənlər bazasında fizikası 94, cəbri 85-dən böyük bərabər, and kimya not kiçikdir 85 sorğusuna neçə yazı cavab verir? Birinci gəldik, baxdıq. Nədir məsələmiz? Burada fizikası 94 olan biri götürürəm. OR veribdir. Cəbri ödəməsə də OR birləşmədim. 2-nin fizikası 94-dür. 2-ni götürürəm. Fizikası 94 olmasa da cəbri böyük bərabər 85 şərti ödəyir deyə 3-ü götürürəm. 4-ü götürmürəm. Nə fizikası 94 deyil, nə də cəbri 85-dən böyük bərabər deyil. 5-i götürmürəm. 6-nı da götürməyəsiyəm. Birinci bu mötərizənin içərisini ödəyən sətirlərin birinci, ikinci, üçüncü sətirlər oldu. Sonra gəlir and. And nədir? Kəsişmədir. Bunların kəsişməsinə baxıram, nə deyir? Kimya kiçikdir 85-i inkar eləyir. Kiçik 85-in, yəni məsələn, kiçik 85-in inkarı nədir? Böyük bərabər 85. Yəni kiçik olmasın. Kiçik olmasın demək, böyük olsun və bərabər olsun deməkdir də. Deməli, gəlib götürəsiyəm birinci sətri, 85 olduğuna görə, ikinci sətri, daha sonra üçüncü sətri, 4-cü, 5-ci, 6-cısını götürmək, çünki 85-dən böyük bərabər deyil. Bunların da kəsişməsi ilə bizə 1, 2, 3-ün özün verir. Deməli, bizdə soruya neçə yazı cavab verər? 23-cü sualda cavabımız B variantı olar. 24-cü suala baxırıq. 24-cü sualda bizə nə deyir? 24-cü sualda deyir ki, verilənlər bazasında marka Mercedes-Benz, OR marka bərabər Toyota, and rəng bərabər qara, OR rəng bərabər yaşıl. Deməli, biz əvvəlcə bu mötərizəyə baxırıq.
Mercedes-Benz və Toyota markalı maşınların birləşməsinə. Or birləşmədir. Deməli, birinci sətri götürürəm Mercedes, ikinci sətri götürürəm Toyota, 3 getdi, 4-ü götürürəm Toyota, 5-6 getdim. Deməli, sonra nə gəlir? Ənd. Ənd kəsişmədir. Rəngi qara və rəngi yaşıl olanların birləşməsi ilə. Rəngi qara olan 2 var. Rəngi yaşıl olan 4 var. Rəngi qara yaşıl olan bir dənə 2 ilə 4. Bunların da kəsişməsi elə bizə 2 və 4-ü verəcək. 24-cü sualda da cavabımız B variantı olacaq. 25-ci sualda kitab mağazalarında müxtəlif müəlliflərin kitablarının satışı haqqında verilənlər bazasının əlaqələndirilmiş 2 cədvəlindən fraqmentlər verilmişdir. Aha, nə deyir bizə? Deyir ki, cədvəl fraqmentinə əsasən Qlobus mağazasında ən çox kitabı satılan müəllifi müəyyənləşdirin. Deməli, Qlobusda ən çox satılan müəllifi. Qlobusun ID'si nədir? 114. Qlobusun mağaza kodu 114-dür. Deməli, 114 olan mağazaları seçirəm. 114 olan mağazalarda nələr satılıbdır? 43 dənə Axundovun kitabı satılıb, 56 dənə Gəncəvinin, 47 dənə Mikail Müşfiqin. Deməli, ən çox satılan kitab kimə məxsusdur? Nizami Gəncəviyə. 56 dənə kitab satılıbdır. 25-ci sualda da cavabımız olasıdır C variantı. 26-cı suala baxıram. 5 sahədən ibarət olan verilənlər bazası cədvəlini nəzərdən keçirin. Hansı sahəni başlıca açar təyin etmək olar? Başlıca açar təyin edirəmsə, o sütunda məlumatlar təkrarlanmamalıdır. Sahə 1 getdi. Niyə təkrarlanan məlumatlar var? Sahə 2-də təkrarlanan məlumatlar yoxdur. Sahə 3-də təkrarlanan məlumatlar var. Sahə 4-də təkrarlanan məlumatlar var. Sahə 5-də təkrarlanan məlumatlar var. Deməli, başlıca açar seçirəmsə, həmin sahədə məlumatlar təkrarlanmamalıdır. Həmin sahə, yəni həmin sütunu nəzərdə tuturuq da. En saylı məktəbin ev təhsili alan şagirdlərinin verilənlər bazası cədvəllərinə əsasən hansı sinifdə ən çox ev təhsili alan şagird var? Deməli, gələk baxaq. Hansı sinifdə ən çox ev təhsili alan şagird var soruşur bizdən. Bir balaca kiçildək ki, cədvəli tam görə bilək. Deməli, sinifin kodu 1. Deməli, 8A. Sinifin kodu 2, 3, 4, 5. Aha, sinif kodu heç bir burada yoxdur. Yəni 8 anı çıxdım. Sinifin kodu deməli bircə dəqiqə. Sinifin kodu 5 olan, sinif kodu 5 olan hansı sinifdə oxuyur? 11B-də. Sinif kodu 5 11B-yə aiddir. Sinif kodu 3 8D-yə aiddir. Sinif kodu 8 9B-yə aiddir. Sinif kodu 3 8D'yə aid idi. Sinif kodu 6 11D'yə aid idi. Sinif kodu 5 11B'yə aid idi. Sinif kodu 8 9B'yə aid idi. Sinif kodu 3 8D'yə aid idi və sinif kodu 2 8B'yə aid idi. Buradan görürsünüz ki, ən çox təkrarlanan sinif kodu 3-dür. 3-də 8D'dir. Deməli, 27-ci sualda ən çox ev təhsili alan şagird 8D sinifində var. 27-ci sualımızın cavabı C variantı olacaq. Sonra gəldik, baxdıq 298-də. Bizə nə deyir? Deyir ki, verilənlər bazasındakı cədvəllərə əsasən Lev Tolstoyun müəllifi olduğu kitabları oxuyan şagirdlər kimlərdir? Deməli, Tolstoy oxuyanları seçməliyik. Deməli, müəllif Tolstoy, Lev Tolstoy, müəllif Lev Tolstoy, kitabın aidisi 431, 475 və 282, 113. Lev Tolstoyun 2 dənə kitabı verilibdir. Deməli, indi gəlib bu aidilər görüm hansı şagirddə var. 282, 313. 313 yox, 113-dür burada. Deməli, baxıram. Birinci 431, 475, 431, 475. Sonra 282, 113. Bir şagird, 2 şagird. Sonra gəldim, baxdım. 431, 475 yoxdur. 282, 113 burada var. Sonra 431, 475 bir də ən sonda var. Deməli, indi gəldim, baxdım.
23.78 oxuyur bunu. Nərgiz oxuyur. Sonra 23.74. 23.74 Ömər oxuyur. Sonra 23.74 yenə də Ömərdir. Bir də 34.91 oxuyur. 34.91. Deməli kimdir? Ömər, Fidan, Nərgiz. Fidan, Ömər, Nərgizdə hansı variantda var? B variantında var. Bu da oldu. Növbəti sualımın izahı. 28-də B. 29-cu suala baxıram. 29-cu sualda deyir ki, şagirdlərin fənlər üzrə BSQ balları aşağıdakı cədvəldə verilmişdir. Neçə yazı cinsi 2 və informatikası böyükdür kimya, riyaziyyatı böyükdür biologiya sorğusunu ödəyir. Deməli, biz baxırıq. Birinci baxırıq bu yazıya. Cinsi kişi olsun və informatikası kimyadan böyük olsun. Deməli, informatikası, bunun cinsi qadındır. Birinci sətri götürməyəcəm. İkinci sətrə baxıram. Cinsi kişidir. Bəli. İnformatikası kimyasından böyükdür. Bəli. Deməli, mən burada ikinci sətri götürürəm. Sonra üçüncü sətrə baxmıram. Cins kişi deyil. Dördüncü sətrə baxıram. İnformatikası kimyasından böyük deyil deyə götürmürəm. Çünki ənddir. Hər iki şərt həm bu ödənməlidir. Ənddə yadınızda saxlayın. Əndlə verilənlərdə bütün şərtlər ödənməlidir ki, siz onu götürə biləsiniz. Cins kişi ödəyir, amma informatika kimyadan böyük deyil, ödəmir. Amma bir də 5-i götürə bilərəm. Çünki cins kişidir. İnformatikası da kimyasından böyükdür. Deməli, mən bu sorğuya götürdüm 2-5-i. Yəni, bu mötərizənin içinə. Sonra verib or. Or nədir? Or birləşmədir. Riyaziyyatı biologiyasından böyük olan. Riyaziyyatı biologiyasından böyük olan birinci sətirdir. Riyaziyyatı biologiyasından böyük olan ikinci sətirdir. Riyaziyyatı biologiyasından böyük olan üçüncü sətirdir. Riyaziyyatı biologiyasından kiçikdir. Riyaziyyatı biologiyasından kiçikdir. Deməli, bunların da birləşməsi mənə nə verəcək? 1, 2, 3 və 5 verəcək. 29-cu sualda neçə yazı sorğunu ödəyirdi? C variantı deyə bilərik. Sonra gəlib baxırıq 30-cu suala. 30-cu sualda bizə nə deyir? 30-cu sualda bizə deyir ki, verilənlər bazası cədvəlinin fraqmentinə əsasən kərimli VA-nın bacısını müəyyənləşdirin. Deməli, biz kərimlinin əvvəlcə valideyni müəyyənləşdirməliyik. Valideyni müəyyənləşdirəndən sonra valideynin övladlar arasından qardaşın və ya bacısını seçə bilərik. Deməli, baxaq, burada cədvəli tam görə bilməyimiz üçün cədvəlimizi kiçiltdik. Kərimli VA-nın bacısını. Deməli, nətər müəyyənləşdiririk? Baxırıq, kərimli VA. Bunun aidisi nədir? 1040. Bunu uşaq yerinə qoyub, bunun əvvəlcə valideynini tapırıq. Bax, 1040 aidinin valideyni 1072-dir. 1072-dir. İndi 1040-ın bir də valideyni 1131-dir. Yəni, bunlardan biri atasıdır, biri anasıdır da. 1072 qadındır. Bu 1072 anadır, 1072 anasıdır. 1131 də bunun atası olacaq da. Məmmədli də görürsünüz 2-dir. Bu da bunun atasıdır. İndi bunların övladlarını axtarırıq. Bax, indi bu 1072-nin övladlarında 1202 var. 1202 qadındır. Elə bu bacı olasıdır. Bacı. Çünki bu ata-ananın övladları, bu kərimlinin qardaşları bacısı olasıdır da. Sonra 1072-nin övladlarında 1217 var. 1217 də qardaşdır. Baba burada. Bu da qardaşdır. Qardaş. Sonra eyni şəkildə baxsaz 1131-in də övladları 1202 ilə 1217-dir. Biri qardaşdır, biri bacısı. Həsənzadə M.A bunun bacısı olmalıdır. Həsənzadə M.A-da A variantında verilib. Bu da olur 30-cu sualımızın izahı. Sonra gəldik, baxdıq 31-ci suala. Nə deyir bizə? Deyir ki, məktəbin verilənlər bazasının sahələri soyad, ad, doğum tarifi, sinif qiymət, bal olan cədvələ əsasən 2009-cu ildə doğulan, qiymətləri 4 və ya 5 olan onun sinif şagirdlərinin siyahısını əldə etmək üçün sorğunu müəyyənləşdirin. Deməli, belə. Baxırıq, bizə nə deyir? Deyir ki, qiymətləri 4 və ya 5. Deməli, burada deyir, qiymət 4-dən böyük olsun. Amma 4 olmalıdır, axı 4 və ya 5, qiymət ya bərabər 4 ya da bərabər 5 olmalıdır. A çıxdı. Qiymət bərabər 4, burada və ya deyibsə, bunu əndlə verə bilməz.
Çünki bu şərt ödənməyəcək. Qiymət ya 4 olanı götürməlidir, ya 5 olanı götürməlidir. B variantı yanlış. Qiymət 4 ilə 5-in arasında veribdir. Bu da yanlış. Qiymət böyük bərabər 4. Yəni burada qiyməti 4 və ya 5 olanı seçməliyim. Bəlkə qiymətləndirmə 10 bal üzərindən aparılır. Yəni böyük bərabər 4-ün içərisinə 5-dən böyük qiymətlər də daxil ola bilər. Amma Y variantına baxsam qiymət 4 və ya 5. Sinif konkret olaraq nə deyir? 10-cu sinif şagirdi. Sinif 10 və doğum tarixi də 2009-cu ildə doğulub. Doğum tarixi də konkret 2009-a bərabər olan 31-ci sualda cavabımız Y variantı. 32. Cədvəldə soyadı A ilə başlayıb yaşı 20-dən böyük olmayan ixtisası fizika olan müəllimləri tapmaq. Soyadı A ilə başlayıb A ardınca ulduz. Yəni soyadında A hərfi ilə başlasın və sonra ixtiyari sayda simvol gələ bilər. Soyadı A ulduz bildik. Ona görə A-nı, B-ni, C-ni bəri başlandan çıxdım. Çünki ulduz A soyadı A hərfi ilə bitənlər deməkdir. Gəlib baxıram. Sonra nə deyir? İxtisası fizika və yaşı 20-dən böyük olmayan. İxtisas bərabər fizika. Ent yaş 20-dən böyük olmayan kiçik bərabər 20. Yəni 20 ola bilər və soyadı A ilə başlayan D variantında var. Y-də nədir yanlış? Yaşı kiçikdir 20. Yəni burada deyir ki 20-dən böyük olmasın. Yəni 20-dən böyük olmasın 20 ola bilər də. 20-dən kiçik də ola bilər. Burada Y variantında bax bu yanlışdır. Bərabəri unudubduq. Yaş konkret kiçikdir 20 veribdir. Ona görə Y yanlışdır. 32-ci sualda cavabımız D variantı olacaq. 33-cü sualda Table 1 adlı cədvəl verilmişdir. Bu cədvələ əsasən aşağıdakı kimi sorğu yaradılarsa, sorğunun nəticəsində alınan cədvəldəki ad sahəsindəki uyğun yazıları müəyyənləşdirin. Deməli, burada sort var. Sort descending veribdir. Deməli, indi bunun nə demək olduğunu deyəcəm sizə. Kriteriya nədir? Böyük bərabər 23 yaşı. Yaşı 23-dən böyük bərabər və maaşı 450-dən, yaşı 23-dən böyük, maaşı 450-dən böyük hansı sətirlərdir? Yaş 23-dən böyükdür, maaşı da 450-dən böyükdür. Sonra yaş 23-dən böyük deyil. Yaş 23-dən böyükdür, ancaq maaş 450-dən böyük deyil. Yaş 23-dən böyükdür, maaş 450-dən böyükdür. Deməli, burada birinci sətr ödədi hələ ki məndə, dördüncü sətr ödədi. Ondan sonra yaş 23-dən böyük deyil, yaş 23-dən böyük deyil. Yaş 23-dən böyükdür, maaş da 450-dən böyükdür. Deməli, burada ödənən sətirlər 3, 4, 7-ci sətirlərdir. Deməli, Babək, Eltac, bir də Kamran qaldı bizdə. Amma cavab olaraq biz gəlib, burada descending veribdir. Var ascending, var descending. Ascending, belə deyək də, artma sırasıdır. Descending, azalma sırasıdır. Məlumatlar mətn tipli veriləndə bu əlifba sırası ilə düzülmədir. Ascending verilsəydi, düzülüşdə elə cavab Babək, Eltac, Kamran olaraq qalardı. Ancaq burada descending verdiyinə görə əlifba sırasının tərsinə düzməlidir. Kamran Eltac Babək götürməlidir. 33-cü sualda cavabınız C variantı. Yəni əlifba sırasının tərsinə düzülüşdür descending ya da azalma sırası ilə düzülüşdür. Verilənlər bazasındakı 34-cü suala baxıram. Cədvələ tətbiq edilən yaş böyükdür 30 və əmək haqqı böyükdür. Əmək haqqı kiçikdir 600 sorğusunu hansı nömrəli yazılar ödəyir? Deməli, verilənlər bazasındakı cədvələ əsasən birinci yaşı 35-dən böyük ənd verilibsə bu şərtin hər biri doğru olmalıdır. Birinci bu sətirləri axtarıram. Deməli, yaş böyük bərabər 35, yaş böyükdür 35 ödədi. Əmək haqqı kiçikdir 600 ödədi. Deməli, birinci sətir. Yaş böyük bərabər 35 ödəmədim. Yaş böyük bərabər 35 ödədi, amma əmək haqqı kiçik 600 ödənmədi. Yaş böyükdür 35 ödənmədi. Yaş böyükdür 35 ödənmədi. Deməli, elə burada sadəcə, yəni ənd varsa hər iki şərt ödənməlidir sütunlarda. Burada 34-cü sualda cavabımız Y variantı olacaq. 35-ci sualda verilənlər bazasındakı cədvələ tətbiq edilən fizika bərabər 5 və ya informatika bərabər 5 və ya verib. Görürsünüz, yəni bu iki şərtdən hansı biri ödənsə götürəcəm. Deməli, birinci sətri götürürəm, informatikası 5 olduğuna görə. İkinci sətri götürürəm, hər ikisi ödənibdir. Üçüncü sətr fizikası 5 olduğuna görə götürməliyəm. Dördüncü sətirdə fizika 5 olduğuna görə götürməliyəm. Sonra mənə nə verib? Və. Və nədir? Kəsişmə. İndi kəsişməni nə ilə eləyirəm? Riyaziyyatı 5 soyadı i ilə başlayana görə. Riyaziyyatı 5 soyadı i ulduz. I ilə başlamır.
Riyaziyyatı 5-dir, ancaq soyadı i ilə başlamır. Bir dənə bunun kəsişməsi 4 ilə olacaq da. Riyaziyyatı 5-dir. Çünki burada mənə və veribdirsə, hər ikisi ödənməlidir. Riyaziyyat mütləq 5 olmalıdır, soyadı i ilə başlamalıdır. Bu da təkcə 4-cü sətirdir. 1, 2, 3, 4-ün də 4 ilə 4 ilə kəsişməsi mənə yalnız 4-ü verəcək. 35-ci sualda da cavabımız B variantı olacaq. 36-cı suala baxırıq. 36-cı sualda bizə deyir ki, meyvələr adlı verilənlər bazasının cədvəli verilmişdir. Bu cədvəlin hansı yazıları sorğuya uyğundur? Baxaq görək hansı yazılar sorğuya uyğun olacaq. Deməli, narı 62, alması 54-dən böyük olanlar. Nar 62, 3-4, 3-4. Alma da 54-dən böyük. Alma da 54-dən böyük. Deməli, alması 54-dən böyük olan 1 var. 1-4 var. Narı da 62 olan 3-4 var. Deməli, bu mötərizənin içərisini ödəyir. 1-3-4-cü sətirlər. 1-3-4-cü sətirlər. Ənt nə deməkdir? Ənt kəsişmə deməkdir. Not armud kiçikdir 40. Armud kiçikdir 40-ı inkar edirəm. Yəni, armud böyük bərabər 40-dan deməliyim. Armudu da 40-dan böyük bərabər olanlar 2-3-4-dür. 40-dan böyük bərabər olanlar. Bunların da kəsişməsi bizə verir 3 və 4-ü. Deməli, burada da 36-cı sualda cavabımız olası da A variantı. Sonra gəldik, baxdıq 37-ci suala. Verilənlər bazası fraqmenti cədvəl şəklində verilmişdir. Sorğuya uyğun gələn yazıların ID nömrələrini müəyyənləşdirin. Deməli, nə deyir? İnformatikası böyük bərabər 50, riyaziyyatı böyük 50. Deməli, sorğusuna verilmiş sorğuya uyğun gələn ID yazılar. Birinci ID ödəyir. İnformatikası 50-dən böyük bərabərdir, riyaziyyat da 50-dən böyükdür. İkinci ödəyir. 3 ödəmir. Çünki ənt veribdir. İnformatikası 56-dır. 50-dən böyük bərabər deyil. 4 ödəməyəcək, 5 ödəməyəcək, 6 ödəmir, 7 ödəmir, 8 ödəmir, bir də 9 ödəyəcək. Deməli, 9-da da riyaziyyata görə ödəməyəcək. Elə burada cavabımız olacaq. Bircə dəqiqə. Mən harada yanlış elədim? Hə, burada 4 ödəyir, 9 ödəmir, üzr istəyirəm. Çünki burada 4-də nə veribdir bizə? İnformatika böyük bərabər 50. 50-dir və riyaziyyata da 50-dən böyükdür. 1, 2, 4 ödəyəcək. 37-ci sualda cavabımız D variantı olacaq. 38-ci sualda nə deyir bizə? Deyir ki, verilənlər bazası cədvəl fraqmenti verilmişdir. Deməli, verilmiş sorğuya uyğun gələn ID yazılarını müəyyənləşdirin. İnformatika böyük bərabər 85, fizika böyük bərabər 80 sorğusu. İnformatika 85-dən böyükdür. 1-i götürürük. İnformatika böyük bərabər 85, 2-ni götürürük. 3-ü informatikası 85-dən böyük bərabər deyil. Fizikada 80-dan böyük deyil. Bu 3-ü götürmürük. 4-də 4-ü fizikası böyük bərabər 80-dır deyə 4-ü götürürük. Sonra baxırıq 5-ci sətir heç bir şərt ödənmədi. 6-cı sətir böyük bərabər 85-dir deyə informatikası 6-nı götürürük. 7-ci sətirdə fizikası böyük bərabər 80-dır deyə 7-ni götürəsiyik. Sonra 8-i götürəsiyik. 9-da 9-u götürməyəsiyik. Ənd nədir? Kəsişmə. Orta bal böyükdür 70. Orta bal 70-dən böyük olanlar 1-dir, 2-dir, 4-dür, 1-dir, 2-dir, 4-dür. Söylə bunlar. Bunların da kəsişməsi elə bizə verilmiş sorğuya uyğun gələn yazıların ID nömrələrini müəyyənləşdirin. 1, 2, 4 B variantında verilib 38-ci sualda. 39-cu sualda bizə nə deyir? 39-da bizə deyir ki, imtahan verilənlər bazası cədvəlinə əsasən düz cavabları böyük bərabər 41 və qrup 2A şərtini ödəyən əndlə veribdir. Düz cavabları 41-dən böyük bərabərdir. Birinci sətri ödəyir. Çünki düz cavab böyük bərabərdir. Qrupda 2A-dır. İkinci sətr 2B-dir. 3A-dır, 3B-dir, 3A-dır, 2B-dir, 3A-dır. Burada baxıram. Böyük bərabər 41 və 2A-dır deyə 8 ödəyir bunu. Sonra gəldim 3B, 2A yenə böyük bərabər 41-dir deyə 10 ödəyir bunu. Sonra bir də baxdım, bir də 2A, amma burada 40-dır deyə bu ödəmir. Elə 1, 8, 10, 39-cu sualda cavabımız Y variantı olasıdır. 40-cı suala baxıram. 40-cı sualda verilənlər bazası cədvəlinə əsasən bal
böyük bərabər 37.000, and bal kiçik bərabər 40.000. Deməli, bu aralıqdan olan ballara baxmalıyam. 37.000-dən 40.000-in arasında. 42.000-də götürməyəcəm. 41.000-də götürməyəcəm. Bu 39.700. 3-ü götürürəm. 37.000-dən 40.000-in arasında. 40.800-dü götürməyəcəm. 34.700-dü götürməyəcəm. 37.100-ü götürdüm 3-ü. Sonra götürdüm buradan 37.100 altını. Sonra gəlib baxıram 37.100 bir də 8-də var. Sonra gəlib götürürəm 8-i. Ondan sonra 37.400 11-də var. Sonra götürürəm 11-i. 11-i. Sonra bu 36.000-dir. Bunu yaxşı görə bilmirəm. Bircə dəqiqə buna kitabdan baxım. 36.200-ə oxşuyur. Bircə dəqiqə gözləyin. Neçənci sual idi bu? 40-cı sual idi. Hə, 36.200, axırıncı da 34.300-dür. Deməli, bu şərti ödəyənlər 3, 6, 8, 11 and qrup 3A və ya 3B. İndi bunların arasında qrupu 3A, 3B olanları seçirəm. 3A bu ödəyir. Sonra and veribdir deyə gəlib növbətinə baxıram. Bu ödəməyəcək. Çünki 6-nı çıxacam buradan. Nə qrup 3A deyil, nə də 3B deyil. Sonra gəldim 8-i də çıxıram. Qrup nə 3A, nə də 3B deyil. Bir də gəlib 11-i götürəsiyəm. 11-də qrup 3B-dir. 3 və 11 40-cı sualda da cavabımız B variantı olar. Deməli, mən bunun buradakı izahımı 40-da dayandırıram. Burada ümumi 74 test olmalıdır. Qalan 34 testi isə bu videonun ikinci hissəsində sizin diqqətinizə çatdıracağım. Diqqətinizə görə çox sağ olun. E, Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Sağ olun, hələlik növbəti videolarda görüşənə qədər.